Bugün sizə biraz Göygöl haqqında məlumat verəcəm və bu dəfə videoları da çəkmişəm. Gördüyünüz kimi Göygöl şəhərin gözəl küçələri, gözəl evləri, info tablosu. Burada informasiyanı tapa bilərsiniz. Alman Lüteran kilsəsi. Bundan qabaq kilsənin içi muzey idi. İndi bu dəqiqə restavrasiyadadır. Ona görə boşdur və təmir işləri gedir. Bax. Da. Bəli, Alman kolonistlərinin Göygöldəki son nümayəndəsinin evi, Viktor Klein'in evi. Onların şəxsi əşyalarına kimi evdə qorunub saxlanılır və çox maraqlıdır həqiqətən içi. Şkafından tutmuş, kuxnasına kimi, pianinosuna kimi, hamısının başqa-başqa bir əhvalatı, başqa-başqa bir tarixi, başqa bir macərası var hər bir əşyanın. Bu isə Göygöl şəhərində bir Alman qəbirstanlığıdır və çox maraqlı bir yerdir. Bu isə Viktor Klein'in qəbri və onun ailəsinin qəbri yanındadır. Bu isə ən maraqlı yer, zirzəmi, Almanlardan qalan şərab zirzəmisi. Çox gözəl, maraqlı bir yerdir, şərab degustasiyası da keçirilir burada və super bir yerdir. Yəni həm yekə, həm tarixi, həm fərqli, yəni heç bir zirzəmiyə oxşamayan bir yer. Almanlardan qalan, onların texnologiyası ilə tikilmiş, onların şəxsi özləri ilə tikilmiş bir yer. Super bir yer.